Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi tarixi açıqlanıb. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının 10-da ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq Respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Qeyd edək ki, 2025-ci ilin iyulun 1 vəziyyətinə əsasən Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1.103.300.000 pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8%-ni təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən artıb.